Salam, mən biologiya müəllimi Həsənova Sevinç. Bugün sizlərlə 3-cü sınıf suallarını müzakirə edəcəyik. Gəlin keçək birinci suala. Birinci sualda deyir ki, karbohidrat, yağ və zülallar üçün ümumi olan funksiyalar. Bunların üçü də parçalanaraq orqanizm üçün enerji verir. Üçü də orqanizmdə inşaat funksiyası yerinə yetirir. Ona görə də B variantı energetik və inşaat funksiyasını götürürük. İkinci sual. Yaşıl bakteriyalar üçün doğru ifadələri müəyyən edin. Fotosintez edərək sərbəst oksigen qazı xaric etmir. Bu düzdür, çünki sərbəst oksigen qazı xaric edən siyanobakteriyalar idi. Yaşıl bakteriyalar deyildi. İkinci sual. Xemosintez edir, səhvdir. Çünki yaşıl bakteriyalar xemosintez edici yox, fotosintez edici orqanizmlərdir. Üçüncü sual. Xromatofora malikdir, səhvdir. Bu yosun deyil ki, xromatofor olsun. Dördüncü sual. Translyasiya prosesi ribosomda gedir, düz deyir. 5'te deyir ki, avtotrof yolla qidalanır, düz deyir. 6'da deyir transkripsiya prosesi nüvədə gedir, səhv deyir. Çünki bakteriyalarda nüvə olmur. Cavab 1, 4, 5, C variantı. Üçüncü sual. Heyvan növü öksölteridir. Əzələ fəaliyyətində sərf olunan enerji 1200 kilojoldur. Parçalanmaya məruz qalan qlikozanın mol miqdarını bizdən soruşur. Biz də bilirik ki, öküz solteri oksigensiz mühitdə yaşayır və oksigensiz mühitdə yaşayan canlıların energetik mübadiləsi glikolizlə sonlanır. Glikolizdə də 80 kilojol ATF enerjisinin əmələ gəlməsi üçün 1 mol glikoza parçalanırdı. Bəs 1200 kilojol enerjinin əmələ gəlməsi üçün neçə mol glikoza parçalanmalıdır? Buradan X-i tapırıq ki, X 15 mol imiş. Cavab eləyir Y variantı. Dördüncü sual. Sxemə əsasən hansı ifadə doğrudur? Gəlin birinci sxemi tədqiq edək. Sxemdə aynən göstərilənlər zülal molekullarıdır. C lipid qatın molekullarıdır. B burada polisaxariddir. Hətta burada kiçik hissələri göstərir. Bu kiçik hissələrdə monosaxariddir. Bu bütöv olaraq polisaxariddir. Kiçik B-nin göstərilən hissələri isə yumru-yumru. Bunlar da monosaxariddir. Variantlara baxaq. A-da deyirsə hidrofil maddədir. C lipid qatın maddələridir. Lipidlər də hidrofobdular. A səhvdir. B-də deyir A polinukleotiddir. Səhv deyir. A əksinə polipeptiddir. C-də deyir B monosaxaridlərdən təşkil olunub, düz deyir. D-də deyirsə polimerdir. C lipid qatın hüceyrələrdir və biz bilirik ki, lipidlər parçalananda yağ turşuları, bir də gliserin alınır. Lipidlər o zaman polimer birləşmələri olardı ki, parçalanmasından eyni tipli bir növ maddə alınsın. Ona görə D-də səhvdir. Y-də deyir ki, B polipeptiddir. B polipeptid deyil, polisaxariddir. Monomeri də monosaxaridlərdir. Ona görə Y variantı da səhvdir. Cavab oldu C variantı. Sonra getdik 5-ci suala. 5-ci sualda deyir ki, hüceyrədə ribosomun fəallığının artması hansı maddənin miqdarının azalmasına səbəb olur? Ribosomun əsas funksiyası zülal sintez etməkdir. Zülal sintezi zamanında amin turşular birləşir və zülal əmələ gətirir. Ona görə amin turşularının sayı azalacaq. Sərbəst amin turşuları. Əgər bayaqdan 20 dənə sərbəst amin turşu var idisə, onlar bir-birləri ilə birləşirlər və tutalım ki 5 dənə zülal əmələ gətirirlər. Və yaxud da ki, onlardan bir neçəsi sərbəst qalır, qalan hamısı birləşir. Beləliklə zülalların sayı azalmış olur. 6-cı sual. İnterferon və insulin müvafiq olaraq hansı funksiyanı yerinə yetirir? İnterferon qoruyucu zülaldır, müdafiə funksiyasını yerinə yetirir. Qoruyucu da deyə bilərik müdafiədə. İnsulin isə mədalaltı vəzin tənzimləyici hormonudur. Ona görə D variantını götürürük. 7'de deyir ki, fotosintez zamanı elektronunu itirmiş xlorofil molekulu bu itkini hansı molekulun hesabına bərpa edir? Bu itki fotosintezin işıq mərhələsində baş verir. Bu zaman su fotolizə uğrayır. OH- və H- protonları əmələ gətirir və sudan ayrılan molekulların hesabına həyəcanlanaraq öz elektronunu itirmiş xlorofil molekulları yenidən elektron itkisini bərpa edir. Y variantı oldu. Sonra 8-ci sual.
Energetik mübadilənin 3-cü mərhələsi necə adlanır? Birinci mərhələsi hazırlıq mərhələsidir. İkinci glikolizdir. Üçüncü isə hüceyrə tənəffüsüdür. Buna hüceyrə tənəffüsü və yaxud da ki, oksigenli parçalanma da demək olar. Gəldik 9-cu suala. 9-da deyir ki, bir hüceyrənin quruluşunu tədqiq edən zaman orqanoid cütlərindən hansına bilgiyə rast gəlinmir? Cavab elə A variantıdır. Çünki hüceyrə mərkəzi ali bitkilərdə olmur. Xloroplast isə yalnız ali bitkilərdə olur. 10-cu sual. Bir ribosom 18 saniyə müddətində bir molekul zülal translyasiya edir. Ribosom məlumat erintisi üzərində 0,2 saniyədə bir triplet sürəti ilə hərəkət edərsə, bu zülalın genin kodlaşdırıcı sahəsinin kütləsi nə qədər olar? Gəlin belə yazaq. Deməli, buradan yazmağa başlayaq. Biz bilirik ki, zülalın mərkəzi hissəsinə, aktiv hissəsinə 2 triplet sığır. Bir triplet 3 nukleotiddən təşkil olunub, 2 triplet isə 6 nukleotiddən təşkil olunub. Deməli, burada da deyir ki 18. Gəlin birinci tapaq. 1 saniyədə 0,2 saniyədə 0,2 saniyədə bir triplet kodlaşdırılır. Bəs 18 saniyədə neçə triplet kodlaşdırılır? Buradan x-i tapırıq. X eləyir 90. Deməli 90 tripletimiz var imiş bizim. 90 triplet də deməli bir tripletimiz 3 nukleotiddən təşkil olunub. Bəs 90 tripletimiz neçə nukleotiddən təşkil olunur? Buradan x-i tapırıq ki, x 270 nukleotidiymiş. Daha sonra bizə deyir ki, bu zülalın genin kodlaşdırıcı sahəsinin kütləsi nə qədər olar? Biz bilirik ki, bir nukleotidin kütləsi 300 atom kütlə vahidinə bərabərdir. Bəs 270 tripletin kütləsi neçəyə bərabər olar? Buradan tapırıq 270'ə x-dir. X də bərabər eləyir 81.000. Cavab elədi D variantı. 11-ci sual. 11-də deyir ki, ribosomun kodlaşdırıcı hissəsinin uzunluğu 204 nanometr olan məlumat erinti üzərində zülal sintez edir. Yaranan bir zəncirli zülal molekulunda neçə amin turşusu 2 peptid rabitəsini əmələ gətirər? Deməli, yenə yazırıq. Bunun rəngini dəyişmək olurmuş. Ribosomun fəal hissəsinə 2 triplet sığır. 2 triplet də 6 nukleotiddən ibarətdir. Bir nukleotidin kütləsi, daha doğrusu uzunluğu 0,34 nanometrə bərabərdir. Bəs 6 nukleotidin uzunluğu neçə nanometrə bərabər olar? Buradan x-i tapırıq. X eləyir 2,4 nanometr. Daha sonra bizə gördüyünüz kimi şərtdə verir ki, bunu biraz yuxarı eləyim. Şərtdə də deyir ki, ribosomun kodlaşdırıcı hissəsinin uzunluğu 204 nanometrdir. İndi gəlin buradakı nukleotidlərin sayını tapaq. 2 tripletin uzunluğu eləyir 2,4 nanometr. Bəs neçə tripletin uzunluğu 204 nanometr eləyər? Deməli, buradan x-i tapırıq. X bərabər olur 200'ə. X 200'ə bərabər oldu. Bunu tapdıq. Bunu siz bu tərəfə çəkin. Aydın görsənsın. Daha sonra deyir ki, yaranan bir zəncirli zülal molekulunda neçə amin turşusu 2 peptid rabitəsini əmələ gətirər? Amin turşularda biz bilirik ki, baxın, tutaq ki, 1 amin turşusu, 2 amin turşusu, 3 amin turşusu, bu da 4-cü amin turşusu. Ortadakı amin turşular hər tərəfdən 2 dənə amin turşusu, 2 dənə peptid rabitə ilə əhatələnib. Birinci, ikinci. Amma əvvəlinci və sonuncu amin turşusu isə yalnız bir peptid rabitəsi ilə özündən əvvəlkinə və sonrakına birləşir. Deməli, 2 peptid rabitəsi əmələ gətirənlərin sayını tapmaq üçün, bax bu 200'dən çıxacaq x-ini.
əvvəlinci amin turşunu və halqanın sonundakı amin turşusunu çıxırıq. Cavab eləyir 198. Sonra 12-ci sual. 12-də deyir ATF molekullarında azot əsaslarının sayı x-dir, orta fosfat turşusu qalıqlarının sayı 36-dır, makroorganik rabitələrin sayı y-dir. Biz bilirik ki, bunu buradan yazım. Biz bilirik ki bir ATF molekulunda 3 dənə orta fosfat turşusu qalığı olur. Bəs neçə ATF molekulunda 36 orta fosfat turşusu qalığı olacaq? Buradan x'i tapırıq ki, x 12 imiş. Deməli 12 dənə ATF molekulumuz var. Azot əsaslarının sayı elə molekulun sayına bərabərdir. X 12 olacaq. Y isə biz bilirik ki, bir ATF molekulunda 2 makroorganik rabitə var. Bəs 12 ATF molekulunda neçə rabitə olacaq? Buradan x'i tapırıq ki, x 24'müş. Daha doğrusu y-lə işarə edeyim. Y bərabər 24. Sonda bizdən x-lə y-in cəmini soruşur. X 12'dir, y də 24'dür. Toplayanda eləyir 36. C variantı. 13-cü sual. İnsulin və somatotropin hormonları üçün ortaq xüsusiyyətləri müəyyən edin. Polipeptid birləşmədir, düz deyir, çünki ikisi də zulaldır. Axacaqlarla orqan boşluğuna ifraz olunur, səhvdir. İnsulin bəli, deməli 12 barmaq bağırsağa ifraz olunur, amma somatotropin daxili sekresiya vəzidir. Birbaşa qana ifraz olunur. 2-də deyir ikini səhv götürdük. 3-də deyir tərkibində oksigen, azot, hidrogen və karbon elementləri var, düz deyir. Zülalların tərkibi bax bu elementlərdən təşkil olunub. 4-də deyir qarışıq sekresiya vəzlərinin hüceyrələrində sintez olunur, səhv deyir. İnsulin bəli, qarışıq sekresiya vəzinin hormonudur. Amma somatotropin daxili sekresiya vəzinin hormonudur. 5-də deyir sintezi ribosomlarda gedir, bunu da düz deyir. Cavab eləyir 1, 3, 5 A variantı. Sonra getdik 14-cü suala. Hansı maddələrin hidroliz məhsulu amin turşusu deyil? Hidroliz məhsulu amin turşusu olan polimer birləşmələr zülallardır. Cavabdan zülal olanları çıxırıq. Burada bir dənə qalacaq C variantı. C variantındakı pektin və selüloza polisaxariddir. Monomerlər də hidroliz olunan zaman monosaxaridlərdir. Pektində selüloza da bitki mənşəli polisaxaridlərdir. Pektin balqabağın tərkibində olurdu. Selüloza da əsasən bitki mənşəli, məsəl üçün bitki mənşəli hüceyrələrin divarlarında rast gəlinirdi onlara. 15. Sxemdə DNT zəncirinin müəyyən bir hissəsi verilib. Sxemə əsasən doğru olmayan ifadələri müəyyən edin. X burada azot əsasıdır. Y pentozadır, yəni dezoksiribozadır. Z isə orta fosfat turşusudur. Deyir Y polisaxariddir, səhv deyir. Y monosaxariddir. 2-də deyir X timin azot əsası ola bilər, düz deyir. 3-də deyir Z orta fosfat turşusu qalığıdır, düz deyir. 4-də deyir Y ribozadır, səhv deyir. Riboza DNT-də yox, RNT-də olur. Bizdən də doğru olmayanları soruşur. Götürürük 1-i və 4-ü. Cavab A variantı. 16-cı sual. DNT molekulunda 120 nükleotid var. Bunlardan 15'i guaninli nükleotiddir. Bu DNT molekulu 2 dəfə reduplikasiya olunduqda istifadə olunan guaninli nükleotidlərin sayı neçə olar? Baxın, bu bir dənə DNT molekuludur. Bu matriks qəlib olsun. Burada 15 dənə guanin nükleotidi var. 15. Problem 15 yazaq. Aha. Deməli 2 dəfə reduplikasiya olunur. Bir dəfə reduplikasiya olundu, bu zəncir əmələ gəldi. İkinci dəfə reduplikasiya olunanda bundan bu əmələ gələcək. Bundan da bu. Yeni 3 dənə zəncir əmələ gəldi. Və üçündə də nə olacaq? Guanin. 15 dənə guanin burada var idi. 15'i burada əmələ gəlir. 15'i burada, 15'i də burada. 3 dənə yeni zəncir əmələ gəldi. 3 dənə zəncirdə də guaninin sayını tapmaq üçün nə edirik? 15'i vururuq 3'ə. 15'i də 3'ə vuranda cavab eləyir 45. Deyə bilərsiniz, niyə 60'ı seçmədik? Çünki burada istifadə olunan, reduplikasiya zamanı istifadə olunan
guanin nükleotidlərinin sayını soruşur. Əgər bütövlükdə hamısını sorursaydı, onda 60 götürərdik. 17-ci sual. Neçə növ nükleotid həm transkripsiya, həm də translasiya prosesində iştirak edir? Deməli, biz bilirik ki, transkripsiya prosesində həm DNT iştirak edir, həm RNT. Translasiyada isə yalnız RNT iştirak edir. Ona görə 4 götürürük. Hansı nükleotidlər də desə, adenin, timin, guanin, sitozini götürürük DNT-yə uyğun olaraq. 18-ci sual. Açar sözlərdən istifadə etməklə mətni tamamlayın. Deməli, deyir ki, kalsiyum və fosfor sümüklərə möhkəmlik verir. Sink insülin hormonunun tərkibində olur. Yod isə deməli burada qalxana bənzər vəzin hormonunun tərkibinə daxildir. Düz deyir, trioksinin tərkibinə daxildir. Cavab oldu D variantı. 20-ci sual. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Sitoplazmadan 4 lipid cərgəsi ilə ayrılır hər ikisi. İkisi də 2 membranlı orqanoiddir. 2-də deyir, hüceyrə tənəffüsünü təmin edir mitoxondri. Bizim orqanlarımız necə ağciyərlərdirsə, mitoxondri də hüceyrəmizin elə tənəffüs orqanoididir. 3-də deyir, monosakkarid sintez olunur xloroplastlarda. 4-də deyir, transkripsiya və translasiya prosesləri gedir hər ikisində. 5-də deyir, hidrogen protonları daxili membranın xaricindən daxilə doğru keçir. Deməli, bu mitoxondridir. 5-i buraya yazırıq. 6-da deyir, daxili membranın xaricində elektronlar toplanıb mənfi yüklü elektrik sahəsi yaradır. Bu da aiddir xloroplasta. 3, 6, 2-yə gedir. 2, 5 mitoxondri. Cavab elədi A variantı. İndi getdik 20-ci suala. Göbələk hüceyrəsində ribosomun hissəcikləri hüceyrənin neçə cür strukturunda formalaşır? Biz bilirik ki, ribosom Golgi kompleksində, daha doğrusu ribosom deyil, üzr istəyirəm. Nüvəcikdə, plastidlərdə və mitoxondrilərdə formalaşır. Göbələk hüceyrəsində isə plastidlərə rast gəlinmir. Ona görə təkcə nüvəcikdə və mitoxondrilərdə formalaşacaq. Ona görə 2-ni götürürük. 21-ci sual. Bitki hüceyrəsində neçə növ bir membranlı orqanoiddə karbohidrat sintezi baş verər? Karbohidrat sintezi əsasən hamar endoplazmatik şəbəkədə və Golgi aparatında gedəcək. Əslində xloroplastlarda da gedir, amma bizdən bir membranlı elementləri soruşur. Bir membranlılara da aiddir hamar endoplazmatik şəbəkə, bir də Golgi kompleksi. Ona görə cavab edir A variantı. 22-ci sual. Mürəkkəb quruluşlu çoxhüceyrəli orqanizmlərdə hüceyrələr yerinə yetirdikləri funksiyalara görə ixtisaslaşaraq toxuma və orqanları əmələ gətirirlər ki, bunlar da bir-biri ilə sinir və humoral sistemlə tənzimlənir. Bu fikri hansı canlıya şamil etmək olar? Bağırsaq çökümünə aid edə bilmərik, çünki burada bizdən çoxhüceyrəli canlını soruşur. Sonra leishmaniyoz törədicisi, o da bir hüceyrəlidir, ona görə onu da çıxdıq. Ulva çox hüceyrəlidir, amma ulvanın toxuma və orqanları yoxdur. Ona görə götürmürük bu sözə görə. D. Ginko deyir. Ginko çılpaq toxumlu ağacdır və çılpaq toxumlularda humoral sistemi var, amma sinir sistemi yoxdur. Bir dənə qaldı qoturluq törədicisi. Y variantı. 23-cü sual. 360 qram glukozanın tam parçalanması zamanı ATF sintetaza kanalından neçə hidrogen katyonu keçəcək? Deməli, biz bilirik ki, 180 qram glukoza parçalananda ATF sintetaza kanalından 24 hidrogen protonu keçir. Bəs 360 qram deməli, glukoza tam parçalandıqda neçə hidrogen katyonu keçər? Buradan da x-i tapırıq. X eləyir 48. Bu qədər sadə. 24-cü sual. Bitkinin fotosintez prosesi zamanı 10 saat müddətində əmələ gətirdiyi üzv maddəyə malik olduğu enerji 10.560 kilojoldur.
Fotosintez zamanı bitkinin udduğu və əmələ gətirdiyi qazların molekul kütlələrinin fərqini hesablayın. Bunun üçün birinci biz tapmalıyıq, görək nə qədər glukoza burada sərf olunub. 180 qram yox, 1 qram glukozanın parçalanmasından 17,6 kilojol enerji ayrılır. Bəs neçə qram glukozanın parçalanmasından 10.560 kilojol enerji ayrılır. Buradan x'i tapırıq. X elədi 600 qram. 600 qram glukozamız var bizim. Bunu da bu tərəfə çəkim, yaxşı görün. 600 qram glukoza. Sonra bizdən soruşur ki, fotosintez zamanı bitkinin udduğu və əmələ gətirdiyi qazların molekul kütlələrinin fərqini hesablayın. Deməli, biz bilirik ki, 180 qram glukoza əmələ gəldiyi zaman bitkinin udduğu və əmələ gətirdiyi qazların molekul kütlələrinin fərqi 72 edir. Yəni bilirsiniz də, orada karbon qazı ilə oksigenin emerini çıxırıq. Fərq 72 qram edir bu zaman. Bəs 600 qram glukoza parçalananda nə qədər fərq əmələ gələr? Buradan x'i tapaq, artıq sizin boyunca deyəsən cavab burada 240 eləməli idi. Sonra 25-ci suala keçək. 25-də deyir ki, şəkillə əsasən doğru ifadələri müəyyən edin. Bu tütün mozaikası virusudur. Deyir tərkibində polipeptid zəncirə rast gəlinir, düzdür. Çünki zulal kapsiddən təşkil olunub. 2-də deyir polinukleotidin monomerlərindən biri timin nukleotididir. Səhv deyir, çünki tərkibində RNT olur. RNT də varsa bilirsiniz də orada timin olmaz. Bunu da elə yazdım ki. Deməli, 3-də deyir membransız orqanoidlərə malikdir. Səhv deyil, çünki viruslar hüceyrəvi quruluşa malik deyil. Membransız və membranlı orqanoidlərdə yalnız hüceyrəvi quruluşlu canlıların tərkibində olur. 4-də deyir polinukleotidində urasil azot əsasına rast gəlinir, ola bilər, çünki tərkibində RNT var. 5-də deyir tərkibi polipeptid və polinukleotiddən ibarətdir. Zulal kapsidin divarının əmələ gəlməsində polipeptid və polipeptid yəni zulallar iştirak edir. Polinukleotid dedikdə isə RNT-ni nəzərdə tutur. Ona görə cavab elədir 1, 4, 5. 26-cı sualda deyir ki, doğru ifadələri müəyyən edin. Deməli, 1-də deyir ki, eukariot orqanizmlərdə 20 amin turşusu 61 triplet kodlaşdırır. Düz deyir. Çünki biz bilirik ki 4 dənə nukleotid var. Bu 4 nukleotidi 300 kodlaşdıranda 63 triplet əmələ gəlir. 63 tripletdən isə 3'ü stop tripletlərdir. Yəni onlar heç bir amin turşunu kodlaşdırmırlar. Ona görə 1 düzdür. 2-də deyir nəqliyyat elintezində amin turşuları kodlaşdırmayan tripletlər stop tripletlər adlanır. Səhv deyir. Nəqliyyat elintezində belə bir anlayış yox idi. O məlumat elintezi ilə DNT-yə aid idi. 3-də deyir metianin amin turşusunun antikodonu UAS-dir. Düz deyir. Çünki metianin AUG şəklində. Baxın, AUG şəklində kodlaşdırılırdı. 4-də deyir ki, bir RNT-nin əsasında bir neçə növ zulal molekulu sintez oluna bilər. Səhvdir. Çünki bir məlumat RNT-si əsasında yalnız bir növ zulal sintez oluna bilər, bir neçə yox. 5-də deyir ribosomun funksional mərkəzində maksimum 4 növ nukleotid yerləşə bilər. Düz deyir. 4 növ dedikdə adenin, timin, guanin və sitozin nəzərdə tutur. Və yaxud da ki adenin, urasil, guanin və sitozini. Yəni 5'i yan-yana ola bilməz. Bir növ də ola bilər maksimum, ola bilər o funksional mərkəzdə 2 dənə triplet olur axı. Hamısı olsun SSS, SSS və yaxud da ki ST, ST belə 2 növ də ola bilər, 3 növ də, 4 növ də. Amma artıq 4-dən o tərəfə keçə bilməz. Məsəl üçün timinin olduğu yerdə urasil ola bilməz. 5 növ nukleotidimiz var bizim. Ona görə cavab 1, 3, 5 elədi. 27-də əslində bu variantlar burada 1, 2, 3, 4, 5 şəklində yazılmalı idi. Deməli, molekulyar oksigen əmələ gəlir işıq fazasında. Deməli, 2'ye 1 aiddir, belə yazaq. A aiddir və yaxud da ki.
Xlorofildən ayrılan elektronlar qranların membranının xaricində mənfi yüklü elektrik sahəsi əmələ gətirir. Bu da işıq fazasına aiddir. 3-də deyir karbonun fiks olunması zamanı ATF ADF çevrilir. Bu qaranlıq fazanın işidir. 4-də deyir monosaxaridin sintezi stromoda gedir. Bu da qaranlıq fazada baş verir. 5-də deyir əsas məhsul ADF-dir. Bu fazaların heç birində əsas məhsul kimi ADF əmələ gəlmir. Ona görə 1-ə 3, 4, 2-yə 1, 2 aiddir. Bunu da uyğunlaşdırıb yadınızda saxlayarsınız. Deyir hemoglobin zulalının genin yerləşdiyi DNT molekulunun bir zəncirində 6-cı yerdə duran STT tripledinin ikinci nukleotidi məlumat RNT-yə urasil kimi köçürülərsə, glutamin amin turşusu deyil, valin amin turşusu kodlaşdırılır. Bu isə eritrositlərin oraq şəkilli forma almasını və oraq şəkilli anemiya xəstəliyinin yaranmasına səbəb olur. Buradan biz başa düşürük ki, eritrositin tərkibində hemoglobin zulalı var. Burada hemoglobin zulalı əmələ gəlməliymiş. 28-də deyir ki, bu zulal neçə zəncirə malikdir və bu zulalın bütün funksiyaları zulalın neçənci quruluşunda tam özünü göstərir. Deməli, bu zulal 4 zəncirə malikdir və 4-cü quruluşda öz funksiyasını yerinə yetirə bilir. Biz bilirdik, zulalın 4 quruluşu var. Birincili, ikincili, üçüncülü və 4-cü quruluş. Neçənci quruluşda? 4-cü quruluşda əmələ gəlir. Çünki zulanla qeyri-zulal hissənin birləşməsi, yəni hemoglobinin əmələ gəlməsi 4-cü quruluşdaydı. 29-cu sual. Valin amin turşusunun translyasiyasına qədər amin turşuları arasında neçə peptid rabitə yaranar və bu amin turşunun kodunun transkripsiyasında neçə növ azotlu əsas iştirak edər? Deməli, valinə qədər, valin neçənci idi? Valin turşusu 6-cı. Valin 6-cıdırsa, valinə qədər 5 dənə amin turşusu var. Bax, bu 1, bu 2, bu 3, bu 4, bu da 5. Bu valinə qədərdir. Bundan sonraki valində artıq. Deyir ki, translyasiyasına qədər amin turşuları arasında neçə peptid rabitə yaranar? Neçə peptid? Deməli, 1, 2, 3, 4. 4 dənə peptid rabitə yaranar. Və bu amin turşunun kodunun transkripsiyasında neçə növ azotlu əsas iştirak edir? Transkripsiyada 5 növ azotlu əsas iştirak edir. Bunu yuxarıda da demişdim. Həm DNT, həm də RNT iştirak edir çünki transkripsiyada. 30-cu sual. Valin amin turşusuna qədər translyasiya olunan amin turşularının radikallarının kütləsi 270 olarsa, bu amin turşularının kütlələrinin cəmi nə qədər olar? Deməli, biz bilirik ki, bir radikalın kütləsi 54'dür. Burada da deyir ki 270 radikalın kütləsi 270'ə bərabərdir. Bəs neçə amin turşusu burada var ki onun radikallarının kütləsi 270'ə bərabər olub. Bu zaman 270'i bölürük 54'ə, x eləyir 5. Deməli 5 dənə amin turşu var imiş. İndi amin turşularının kütləsini tapmalıyıq. Biz bilirik ki, birinci amin turşu özündən OH verdiyinə görə o 111 atom kütlə vahidinə bərabərdir. Qalanları isə mürtəzədə yazıram. Yəni 5-dən birini çıxdıq. O ilkinci idi. Qalan 4 dənəsi də 4 vurulsun 110 atom kütlə vahidinə bərabərdir. Deməli, 4'ü vururuq 110'a, eləyir 440. 440'ın da üzərinə gəlirik 111. 440 üstə gəlir 111. O da eləyir 551. Burada da cavab olacaq 551. Belə.